Salamlar hər kəsə, hər birinizi xoş gördüm. Mən Həsənova Nərmin, FES Akademinin Azərbaycan dili müəllimiyəm. Bugün sizlərlə 24 iyun 2024-cü il sertifikasiya imtahanında düşmüş imtahan suallarını paylaşmış olacağam. Sual 1. Hansı atalar sözündə antonim sözlərin yeri dəyişdirilib? Gəlin baxaq. Yaxşı gündə düşmən gələr dost olar, igid odur, yaman gündə dayansın. Bax, burada fikir verin. Yəni, burada siz iki biliyi ortaya qoymuş olacaqsınız. Həm atalar sözlərini bilmiş olmalısınız ki, yerini dəyişdirib dəyişdirilmədiyini biləsiniz. Həm də antonimlərə fikir verməlisiniz. İndi yaxşı gündə düşmən gələr dost olar, yaman gündə dayansın. Yaxşı, yaman, düşmən, igid. Bunların hamısına siz fikir verirsəz, sözlərimizin hamısı yerində işlənib. İndi yaxşı ilə yaman bir-birinə antonimdir və yerinə görə düzgün işlənibdir. Deməli, bu atalar sözündə bir problem yoxdur. Qələm əyri yonulsa da düz yazar. Yenə əyri, düz antonim sözlər atalar sözünə görə uyğundur, yerində işlənilibdir. Çox yemək adamı az yeməkdən də qoyar, çox az yerində işlənibdir. Qocadan demək, cavandan əmək, burada da qoca, cavan yerində işlənibdir. Amma bu atalar sözünü tanıyan bilir ki, toxun acdan xəbər olmaz normalda. Atalar sözü bu cürdür. Burada ac və tox yeri dəyişdirilibdir. Cavabımız olur Y variantı. Həqiqətən də, yəni 2024-cü ilin imtahanında fikir verən varsa, yəni imtahana gedənlərdən heç kimə o dərəcə çətin edə bilməyəcək suallar düşməmişdi. Yəni kimlərsə deyəndə ki, imtahan çətin idi, keçmək olmurdu, bu qədər müəllim kəsildi, heç vaxt təşvişə düşməyin. Çünki suallar hazırlaşan müəllimlər üçün çətin heç nə yoxdur. Özünə hörmət etməyənə başqaları da hörmət etməz cümləsinin sintaktik təhlil sxemini müəyyən edin. Bu cümlə bəlkə də daha çox müəllimlərin yadında qalar. Keçən il imtahanda iştirak edənlərdən kimlər varsa aşağıda səs eləyər. Bəli, çünki yadda qalan cümlələrdən idi. Özünə hörmət etməyənə başqaları da hörmət etməz. Baxın, hörmət etməz mürəkkəb feilimiz xəbərdir. Hörmət etməz kim? Başqaları. Başqaları kimə hörmət etməz? Özünə hörmət etməyənə tamamlıq məstər tərkib edir. Cavabımız olur A variantı. Hətta siz də rəy bölməsində keçən il olan da burada indi görmədiyiniz, indi burada hər qrupdan düşənlərdən yığmışıq 2024 iyun əsasında. Kim də varsa sualı olub da onun yadında qalan, amma burada görmədiyi varsa onu da bildirə bilər. Baxarıq, başqa müəllimlərə də kömək olmuş olar. Şəhərdəki abadlıq işləri sakinləri sevindirir. Gəlin, indi bu cümlənin sintaktik təhlil sxemini müəyyən edək. Sevindirir. Nə? Abadlıq işləri. İkinci növdür deyə parçalamırıq. Kimi sevindirir? Sakinləri sevindirir. Hansı abadlıq işləri? Şəhərdəki abadlıq işləri. Cavabımız olur B variantı. Baxırıq 5-ə. Hansı fikir yanlışdır? Məsələni asanlıqla həll etdilər. Burada tamamlıq isimlə ifadə olunub. Bəli, nəyi, məsələni, tamamlığımız həqiqətən də isimlə ifadə olunubdur. Necə, nə cür, nə tərzdə asanlıqla həll etdilər xəbər. Sonra zərflik funksiyasında olan söz zərfdir. Bəli, asanlıqla zərfdir. Cümlədə xəbər sadə feilli ifadə olunub, yanlışdır. Burada etdilər deyil ki, həll etdilər mürəkkəb tərkibi feildir. Cavabımız olur C. Deməli, cümlədə bir düzəltmə söz var. Bəli, asanlıqla sözüdür. Cümlədə bir sadə söz var. Məsələni sözüdür. Cavabımız olur C variantı. Ağıllı düşməndən qorxma, ağılsız dostdan qorx cümləsi haqqında səhv fikir müəyyən edin. İki sifət işlənmiş cümlədir. Bəli, ağıllı sifəti, ağılsız sifəti. Ona görə də bunlar həqiqətən sifətlərimizdir. A variantı getdi. Feil əmr şəklindədir, qorx. Həqiqətən də əmr şəklindədir. B getdi. İki isim işlənib, düşmən, dost. Bu da doğrudur. Sifətlər sadədir və adi dərəcədədir. Bu yanlışdır. Ağıldan ağıllı, ağıldan ağılsız. Adi dərəcədə olsa da düzəltmədir. Feil sadədir, bəli, qorx sadə feildir. Cavabımız olur D variantı. İndi 7-ci suala keçmədən öncə bunu bildirim ki, ümumiyyətlə bizim hal-hazırda burada əlimizdə olan bəzi mətnlər də var ki, hələ 24 iyunun mətnləri heç başqa yerdə paylaşılmayıbdır. Biz saxlamışdıq ki, paylaşaq dəstək üçün və eyni zamanda elə həmin mətnlərin də tipində olan mətnlərdən
təşkil olunmuş mətn kitabımız var ki, kim ki imtahana az bir müddət qalıb, bir ayda istəyir ki, bir ay mı, 20 gün mü, nə qədər müddəti qalıbsa kiminsə, istəyir ki, son dəfə mətnlərə toplu şəkildə baxmış olsun. Yəni, mətnləri son dəfə cavabları ilə birlikdə yoxlaya biləcəyi bir kitab olsun. Yəni, sırf ibtidailər üzrə bizim 250 mətn toplumumuz var ki, o kitabı əldə etmək istəyən 077 314 0606 nömrəsi ilə əlaqə saxlaya bilər. Bu nömrə ilə hətta siz əlaqə saxlayaraq eyni zamanda bizim 1234 sınaq topluları var ki, bu topluların içində bütün imtahana düşmüş suallar və onların nəzdində hazırlanmış suallar var. Eyni zamanda bu topluda həm Azərbaycan dili var, həm riyaziyyat var, həm də bu günə qədər sırf imtahanda düşmüş olan 17 dənə mətn var ki, həmin mətnləri də siz baxaraq məhz son dəfə bunlar indiyə nə qədər imtahanda düşüb, bəlkə yenə həmin mətnlər sala bilər ehtimal varsa, siz o mətnləri də baxaraq imtahana daha rahat şəkildə gedə bilərsiniz. Həmin kitabı və yaxud da 250 mətn toplusunu əldə etmək istəyən bu nömrəyə əlaqə saxlaya bilər. Eyni zamanda bizim ödənişsiz WhatsApp kanalımız var ki, gün ərzində Azərbaycan dili üzrə biz orada imtahan tipində çoxlu suallar paylaşırıq, qeydlər paylaşırıq. Yəni, imtahana aid olan hər şeyi tez-tez gün ərzində yenilənmiş formada ödənişsiz şəkildə kanalda mövcuddur. Kanala baxaraq imtahanın tipində sistemli şəkildə hazırlaşa bilərsiniz. Sınaqlar, cavabları, izahlar, hər şey bu kanalda sistemli şəkildə göndərilir. Yəni, kim istəyirsə bu nömrə ilə əlaqə saxlayaraq həmin hissəni, nəyi istəyirsə bildirə bilər. O nömrədən sizə atılacaq. Keçək 7-ci sualımıza. Hansı həmcinsüzlü cümlə deyil? Yəni, bu tiplərdə diqqətli olun ki, həmcinsüzlü cümlələr deyəndə sadə cümlələr nəzərdə tutulur. Həmcinsüzlü sadə cümlələr. Burada siz mürəkkəbi seçməlisiniz. Tam da elə imtahanda keçən il bu sual düşmüşdü. Bəlkə də indi olanlar xatırlayar. Qara, uzun saçları ona çox gözəl yaraşırdı. Bax, fikir verin, burada həmcinsüzlü sadə cümlədir. Bu cümləni çıxdıq. Qara ilə uzun həmcinsüzlərdir sadə cümlədə. Qorxudan onun ayaqları əsdi, əlləri titrədi. Bax, fikir verin, titrədi, əlləri əsdi, ayaqlar, onun ayaqları. Yəni, sən fikir versən, bunun ayrı-ayrı mübtədaları var və bu ayrı-ayrı mübtədalar əsasında bilirsən ki, bu mürəkkəb cümlədir. Mürəkkəbdir deyə bu həmcinsüzlü sadə cümlə deyil. Evləri, həyətləri, küçələri təmizlədilər, sadə cümlədir. Evləri, həyətləri, küçələri sadalanmadır. Dəftəri, kitabı, qələmi, hər şeyi çantaya qoydum, yenə həmcinsüzlü sadə cümlədir. Bu yollar, bu yurt çox doğmadır, yenə doğmadır. Bu yollar, bu yurt. Yəni, burada da həmcinsüzlərin iştirak etdiyi sadə cümlədir. Cavabımız olur B variantı. Keçirik 8-ə. Verilən nümunədə neçə köməkçi nitq hissəsi işlənmişdir? Gəlin baxaq. Deməli, ən gözəl günlərim səninlə keçdi və bundan peşman deyiləm. Ən ədat var, sənin ilə qoşması var və bağlayıcısı var. Cavabımız olur C variantı, 3 köməkçi nitq hissəsi var. Sinonim olmayan sözləri müəyyən edin. Gözəl göyçək bir-birilə sinonimdir. Xırda balaca sinonimdir. Yəni burada siz nitq hissəsinə və mənaya baxmalısınız. Burada ikisi də sifətdir, ikisi də sifətdir, ikisi də isimdir və eyni mənadadır. Sinonimdir. Sülh, müharibə. İndi fikir verin, çox vaxt elə gözümüzdən belə bir şey yayınır ki, bunun antonim olduğunu bilirik, amma ona görə də elə çıxırıq gedir. Amma həmişə bir yerdə görmüşük deyə. Amma yadda saxlayaq ki, bu antonimdir, sinonim deyil. Ağ, bəyaz. İkisi də sifətdir və eyni mənadadır. Bu da sinonimdir. Cavabımız olur D. Sifət üstəgəl isim sxeminə uyğun gələn ismi birləşməni müəyyən edin. Xəstənin sağalması ismi birləşmə olsun, həm də sifət üstəgəl isim olsun. Sağalmaq məstərdir, ismi birləşmə olsa da. Cavanların düşüncəsi. Cavabımız olur B variantı. Cavan sifətdir, düşüncə isim. Nə qədər isimləşsə də bu sifətdir. Kimsə buna aldanmasın. Ağıllı gənc, hər ikisi sifətdir, ona görə çıxırıq. Asfalt yol, hər ikisi isimdir, ona görə çıxırıq. Gözəl danışmaq məstərdir, çıxırıq. Zərf üstəgəl məstəridir. Cavabımız olur B variantı. Fərqli tələffüz edilməyən şəkilçi hansı sözün tərkibindədir? Gəlin baxaq. Ümumiyyətlə bununla bağlı sizə bir qeyd verim ki, dakı, dəki, leksik şəkilçisi, buna belə qoyaq, yadda qalsın, heç vaxt fərqli tələffüz olmur. Necə yazılır, elə deyilir. Həmişə o qoşulduğu
yeni yaratdığı sözü həmişə hansı sualına cavab verən söz eləyir. Yəni bunu yadda saxlayın. Ona görə cavab olur A variantı. Yoldakı şəkilçi fərqli təhviz olunmur. Məsələn, burada qızlar, qızdar olur, şəkilçi fərqlənir. Oğlanlar olur, şəkilçi fərqlənir. Odunluq olur, şəkilçimiz. Baxın, odunluq olur, şəkilçi fərqlənir. Yaşamaq olur, şəkilçi fərqlənir. Cavabımız olur A variantı. Hansı bənddəki sözlər eyni nitq hissəsinə aid amonimdir? Baxın, min, say və fiil kimi, dolu, sifət və isim kimi, qazan, fiil və isim kimi, yaş, sifət və isim kimi. Amma bal təkcə isim olur hər iki mənasında da. Deyirəm, yığılan bal imtahandakı, bir də var yeyilən bal. Hər birində bal isimdir. Gəldik 2024-cü ildə düşən imtahan mətnimizə baxaq. Mətndə fərqləndirilmiş hansı sözü verilən sözlə əvəz etmək olmaz? Ayın səthi çox saylı kraterlərlə, dağlarla, düzənliklərlə və qaranlıq lava çökəklikləri ilə qapanmışdır. Əsrlər ərzində səth əsasən qaya və tozdan ibarət olub. Bu toz meteorit zərbələri nəticəsində yaranmışdır. Ayda hava və su olmadığı üçün səthdə temperatur fərqləri çox kəskindir. Ayın səthi toz qatı ilə zəngindir. Ayın səthi daim günəş şüaları və kosmik şüalanma ilə qarşılaşır. Bu da onun geoloji olaraq ölü və sabit olmasına səbəb olur. Bax, səthi, üzü, ərzində boyu, deyirəm əsrlər ərzində əsrlər boyu qapanmışdır, onun çökəkləri örtülmüşdür. Daha sonra sabit olması, standart olması, yəni dəyişməz. Amma cavabımız olur C variantı. Burada varlı, zəngin, insanların varlı olmağı, dövlətli olmağı, zəngin olmağı deməkdir. Amma varlı olmağı toz qatı ilə, yəni toz qatdan ibarət olmağıdır. Ondan zəngindir demək istəyir. Toz qatı ilə varlıdır deyə bilməz. Ona görə bunu əvəz edə bilmərik. Cavabımız olur C variantı. Yəni mətndəki kontekstə görə o hissələrə fikir vermək lazım. Kontekstə görə uyğun gəlməyən məna görsəniz, həmişə götürməyin. Nə olsun ki, ayrı vaxt işlədə bilərik. Hansı sözdə leksik şəkilçinin sayı daha çoxdur? Bu döşəkçədəki sözü də məncə imtahana gedənlərin keçən ildən yadında daha çox qala bilən sözlərdəndir. Cavabımız olur A variantı. Sözümüzün kökü döşədir, əziz izləyicilərimiz. Kimsə bunu çaşıb döşək götürüb, amma döşək olmur. Döşəməkdən döşək, döşəkçə, döşəkçədəki 3 leksik. Yaş, yaşa, yaşan, yaşamaq. Burada 2 leksikdir. Ac, açdırmaq 1 leksikdir. Gül, danlar, burada da 1 leksikdir. Qaçmaq, burada da heç ümumiyyətlə leksik yoxdur. Cavabımız olur A variantı. Hansı söz başlanğıc formadadır? Başlanğıc forma budur ki, bu ya kökdən ibarət olacaq, ya da kök və leksikdən ibarət olacaq. Qrammatik həmişə kənarda qalacaq. Qələm, bax, qələm başlanğıcıdır, in qrammatikdir. İndi müəllim başlanğıcdadır, dən qrammatikdir. Həvəskar başlanğıcdadır, ın kənarda qalır. Düzgün, bax, düzgünün başlanğıc forması bu hissədədir, ün kənarda qalır. Amma kitabxanaçı bütöv başlanğıcdadır. Kitabxanaçı hamısı çünki leksikdir. Cavabımız olur 15-də C variantı. Baxırıq 16-ya. Hansı sözdə incə dodaqlanmayan sait uzun tələffüz olunur? Bu tiplərdə fikir verin. Deyir ki, incə olsun, dodaqlanmayan olsun. Daha sən belə olanda arif, bax, burada A uzanır. Deməli, sən qalının uzandı axı. A getdi. Ailə, yenə A uzandısa bu getdi. Qalındır uzanan, incə deyil. Ələkdə nə olsun hamısı incədir, uzanma yoxdur. Çətirdə nə olsun hamısı incədir, çətir, uzanma yoxdur. Cavabımız olur B variantı. Çünki elan sözündə fikir versəniz, elan. İndi gəlin baxın, uzanan necədir? İncə, dodaqlanmayandır. Cavabımız 16-da B variantı. Hansı fikir yanlışdır? Xoşbəxtlik, bədbəxtlik mürəkkəb isimlərdir. Bəli, doğrudur. Qaçağan sözü qrammatik məna baxımından sifətdir. Bəli, doğrudur. Məsələni asanlıqla həll etdilər cümləsində xəbər sadə feillə ifadə olunmayıbdır. Cavabımız olur C variantı, mürəkkəb feildir. Gözləyən sözü qrammatik məna baxımından feilli sifətdir. Bəli, gözləyən qız, gözləməyən qız. Qaçaqaç, vurhavur mürəkkəb isimlərdir. Bəli, cavabımız olur C. Küçədəki itlər məhəllənin sakinlərini qorxudur cümləsinin sintaktik təhlil sxemini müəyyən edin. Gəlin, baxaq. Deyirəm ki, qorxudur xəbər
Nə qorxudur itlər? Hansı itlər küçədəki itlər? Kimi qorxudur məhəllənin sakinlərini? Tamamlıq, təyin, mübtəda, tamamlıq və xəbər. Cavabımız olur B variantı. Hansı qoşa samitli sözün deyilişi və yazılışı fərqlənmir? Bax, sək giz olur, tok olur, fikir ver, k oya çevrilir. Bu da getdi. Hətta olur, dok quz olur. Yəni bu qoşalıqları yadında saxla ki, bunlar dəyişir. Amma maddə sözündə heç bir dəyişiklik, fərqli məqam yoxdur. Bax, yadda saxla. Sözlərdə bəzən uzanma olsa belə bu fərqli məqam sayılmaz. Səndən fərqli məqamı soruşurdu. Hansı sözdə incə, dodaqlanan sait uzun tələffüz olunur? Fikir ver, incə dodaqlanan saitlər ü və ödür. Ü-nü də biz bilirik, gör nə qədər qaydadan rahatlıqla sualı tez həll eləyərsən. Mən bilirəm ü və ı da uzanmır. Deməli əlimdə qaldı öyünü axtarmalıyam uzanmış məqamını. İndi baxıram ki, ulduz, ülkər, üzük, bunları rahatlıqla ən başdan çıxdım. Ömür və şöləyə baxıram ki, öylər var. Ömürdə də uzanma yoxdur, ömür olmaz axı. Cavabımız olur ha, şölə sözündə uzanma var və uzanma ö dodaqlanmayan incə saitdədir. Şölə olduğuna görə. Cavabımız olur A variantı. Baxırıq sual 21-ə. Hansı cümlədə baş sözlər ismi birləşmə ilə ifadə olunub? Bax, burada ismi birləşməyə diqqət edin. İsim yox, ismi birləşmə istəyir sizdən. Getdik. Deməli, evə gələnlər bizdədir. Bax, bizdədir kim? Evə gələnlər. Heç bax, özünü yorma, bu feilidir yoxsa ismi. Bizdədir, gördün, qutardı, getdi. Bu sözdür, ismi birləşmə deyil. A, getdi. Amma evə gələnlər feili birləşmədir. O da öz yerində. Sadəcə sənə rahat etmək üçün deyirəm. Bizim dostlarımız bizi çox düşünür. Nəyidir düşünür? Gördün sən bunu? Sözdür. Bu, birincisi ismi xəbər deyil, heç feili xəbərdir. İkincisi də fikir ver, bu ismi birləşmə deyil, bir sözdən ibarətdir. Bizim dostlarımız nə olsun ki, ismi birləşmədir? B, getdi. Yarışın qalibləri, bax, yəni buna aldama, burada diqqət eləməlisən. Yarışın qalibləri məktəbimizin müəllimləridir. Məktəbimizin müəllimləridir bizim xəbərimiz. Çəkək xəttimizi. Məktəbimizin müəllimləridir kim? Yarışın qalibləri. Mübtədada ismi birləşmədir, üçüncü növ, xəbər də üçüncü növ ismi birləşmədir. Yaxşı oxuyan şagirdi bütün müəllimlər çox sevir. Fikir ver, elə getdi. Bir sözdən ibarətdir, həm də heç feili xəbərdir. Məndədir, razıyam ismi xəbərdir. Onun qələmi razıyam söz birləşməsidir, amma məndədir bir sözdür, söz birləşməsi deyil. Cavabımız olur C variantı. Frazeoloji birləşmə deyil. Dilotu yeməyi frazemdir, yola düşməyi frazemdir, dil ötməyi frazemdir, qəm dəryasına batmaq frazemdir. Amma kömək etmək tərkibi fiildir, frazem deyil. Cavabımız olur C variantı. Çalışqanlıqdan sözünün tərkibinə görə təhlil sxemini seçin. Çalış sözün köküdür. Çoxları çal götürsə ki, çal deyə bir sözümüz var, səhv etmiş olur. O zaman bil ki, çalla çalışın mənə əlaqəsi yoxdur. Çalışqan, çalışqanlıqdan. Baxırsan ki, 2 leksik, 1 qrammatik. Cavabımız olur B variantı. Keçirik 24-də. Bu bizim məşhur mətnimizdir. Mətnə əsasən tısbağa və ağcaqanad üçün oxşar xüsusiyyəti göstərin. Bir çox canlılar yumurta qoymaqla çoxalır. Tısbağlar yumurta çıxaran dövrdə sahildə qumluqda çala qazır, yumurtlayırlar və oradan çıxan balaları suya daşıyırlar. Amma bu dövrdə suya daşıyarkən tələf olan balalar olur. Tısbağa yumurtası nadir hallarda tapılan qidalardandır. Ağcaqanadlar da öz yumurtalarını su hövzələrində və suya yaxın ərazilərdə qoyurlar. Onların süfrələri də suda yosunlarla qidalana bilir. İndi bizə deyir ki, bütün heyvanlar yumurta qoyurlar. Razıyam, amma bizə bu ağcaqanad və tısbağa üçün ortaq götürüləcək bir cəhət kimi niyə bütün heyvanları ümumiləşdirək ki? Bizə məhz bu ikisi ilə bağlı ortaq cəhət lazımdır ki, oxşar olsun. Quruda yumurta qoymaqları ortaqdır. Axı deyir ağcaqanad suda ümumiyyətlə su və suya yaxın ərazidə yumurtlayır. Tısbağa da yəni quruda çıxardığı dövrdə belə suya daşıyır. Yəni normalda suda çıxarmaq istəyir, amma orada çıxarsa belə hətta tələf olmağı belə gözə alıb suya daşıyır əsas balaların. Suda yumurtalarını qoyaraq çoxalma şəkilləri, bəli, ortaq cəhətdir. İkisi də yumurtalarını suda qoymaq istəyirlər. Bu onların ortaq cəhətidir. Hətta tısbağa suda olmayanda belə suya daşıyır. Heç ağcaqanad da quruda qoyduğu belə deyilmir. Deyir ki, suda ya da suya yaxın ərazilərdə deyir. Yəni quru barədə bir şey ağcaqanadda ümumiyyətlə yoxdur ki, biz onu oxşar götürək. Onların yumurtası insanların bütün xəstəliyini yox edir deyə bir məlumat yoxdur. Əsasən quruda balalarını çıxarırlar. Ağcaqanad quruda bala çıxarması barədə mətndə məlumat yoxdur. Oxşar cəhət olaraq suda yumurtalarını qoyaraq çoxalmaları ortaq cəhət kimi götürülə bilər, oxşarlıq. Cavabımız olur C.
Baxırıq 25-ci mətnimizə. Aha. Bu da ən çox yadda qalan mətnlərdən ola bilər. Kimə düşmüşsə yaza bilər. Əli elmə çox maraqlı bir oğlan idi. O, uşaqlıqdan müxtəlif cihazların necə işlədiyini öyrənməyə çalışırdı. Günlərin bir günü atasının gündəlik işlərini asanlaşdırmaq üçün bir aparat düzəltmək qərarına gəldi. Atası bəzən işdə çoxlu hesablama aparmalı olurdu və bu zaman xeyli vaxt sərf edirdi. Əli düşündü ki, atasına kömək etmək üçün elektron hesablayıcı düzəltsin. Bir neçə həftə ərzində müxtəlif elektron detalları topladı, internetdən araşdırmalar apardı, müəllimindən də məsləhət aldı. Nəhayət o, sadə bir hesablayıcı aparat icad etdi. Bu aparat toplama, çıxma, vurma və bölmə əməliyyatlarını sürətlə yerinə yetirirdi. Atası aparatı görəndə çox təəccübləndi və sevindi. O, oğlunun zəhmətini yüksək qiymətləndirdi. Əli isə atasına kömək etdiyi üçün çox xoşbəxt idi. O, deməli, bu kiçik ixtira onun elmə olan marağını daha da artırdı. Deməli, indi gəlin baxaq görək bizim mətnimizə əsasən soruşulur ki, mətndə bu haqda danışılmır. Nə haqda danışılmır? Əlinin yaradıcı təfəkkürə malik olduğundan danışılır. Yaradıcı təfəkkürü var ki, yeni nəsə yarada bilibdir. Atanın oğlunun etdiyi işə hansı reaksiyanı verməyindən də danışılır ki, çox sevindi və təəccübləndi. Aparatın hansı funksiyasının olmağından da danışıldı ki, toplama, vurma, çıxma, bölmə kimi funksiyaları var. Gündəlik işləri asanlaşdırma və vaxt itkisini aradan qaldırma yollarından danışılır ki, belə bir aparat icad etmək olurmuş. Hansı gündəlik işin daha çox vaxt itirdiyini isə bizə mətndə bildirmir. Deyir, gündəlik işlər çox vaxt aparırdı. Daha bildirim ki, məhz filan iş daha çox vaxt aparırdı. Bax, fikir verin. Deyir, günlərin bir gün atasının gündəlik işlərini asanlaşdırmaq istəyir. O, hesablamalı olurdu, xeyli vaxt sərf edirdi. Yəni, ümumi olaraq onun gündəlik işi onsuz da bunlardan ibarət edir. Yəni, xüsusi olaraq məhz hansı işin daha çox vaxt apardığı mətndə bizə qabardılmır. Elə bildirilir ki, onun gündəlik hesablama işləri daha çox vaxt alırdı və bunun üçün bir icad etmiş olur. Məhz hansı gündəlik işi, məhz nəyi hesablama işi daha uzun vaxt alırdı, onu bizə bildirmirdi. Ona görə cavabımız olur Y variantı. Belə əziz izləyicilərimiz, müdavimlərimiz, ümid edirəm bugün sizin üçün faydalı oldu. 2024-cü il sertifikasiya imtahan suallarını görmüş oldunuz. Əgər siz bu və bu tipli bir çox belə tez-tez paylaşımların, sınaqların işləndiyi bir kanal axtarırsınızsa, məsələn, Azərbaycan dili üzrə bizdə riyaziyyat, kurikulum hər fənn üzrə var. Siz bu nömrə ilə əlaqə saxlayaraq 077 314 0606 nömrəsi ilə əlaqə saxlayaraq öyrənə bilərsiniz. Həmin kanalın linkini istəyə bilərsiniz. Orada biz test sistemli imtahan tipində qaydalar, suallar paylaşırıq. Eyni zamanda bu nömrədən istifadə edərək bizim mətn toplumumuzu sifariş edə bilərsiniz. İmtahan səviyyəsində olan mətnləri görmək üçün bu sizə faydalı olacaqdır. Bir mətn toplusu düşünün ki, 250 mətn sualı tam imtahan tipində olan mətnlərlə zəngindir. Və eyni zamanda bu kitabın əlavə 1234 kitabı da var ki, 1234 toplusunda həm Azərbaycan dili, həm riyaziyyat üzrə bütün sualların hamısı tam imtahan səviyyəsindədir. MİQ ibtidai üzrə və sertifikasiya üzrə ibtidailərin, sertifikasiyaçılar və MİQçilərin əsas, yəni demək olar ki, işləyəcəyi bütün tiplər orada var. Yəni o kitabı alaraq həm riyaziyyatı, həm Azərbaycan dilini bir kitabda tapın. Bunların hər birini işlədikdən sonra hətta 1234 toplusunda 17 mətn var ki, sırf bu günə qədər imtahanda düşmüş mətnlərdir. Uğurlar hər kəsə. Ümid edirəm ki, bu ilki imtahanda sizlər üçün yaxşı keçər. Yəni bu 2024-ün sertifikasiya sualları çox qəşəng idi. Demək olar ki, bizdə hazırlaşan müəllimlərimizin hamısı yaxşı da keçmişdilər. Qəşəng qiymətlərlə, ballarla bitirmişdilər imtahanı. Sizlərə də uğurlar arzu edirik. Kimlərin sualları var idisə aşağıda bildirə bilərlər. Sağ olun, sağlıqla qalın.